Yoxdur elə bir qayda, sən gedib kiminsə balasını yox eləyəsən, ölüb gedəsən, istəyir türmədə olsun, istəyir hardasa olsun və sənə buna görə heç nə olmaz. Kəmal xanım, ruh tək deyil axı. Necə ruh tək? bədənlə Bəli. libaslanır, beyinlə hərəkət edir. Bəli. Bu tək niyə ruhun üstündə qalır ki? Bizim bədənimiz bizim buradakı evimizdir. Biz öldükdən sonra bədənin hansı funksiyası qalır? Torpağın altında onu həşəratlar yeyir, bitirir. Onun bir dəyəri olsaydı, onu həşəratlar yeyib bitirməzdi axı. Ruhumuz bizim bədənlə müəyyən bir enerji ilə bağlı olur. Ona görə biz yatanda, yəni ölmürük. Ona kiçik ölüm nəyə görə deyirlər? Amma yenə də bədən hərəkət eləyir, sağa sola çevrilir, düzdürmü? Amma öldükdən sonra o bədənin heç bir mahiyyəti qalmır, heç bir dəyəri də qalmır. Bizim ancaq ruhumuzu idarə eləyən bizim düşüncələrimizdir. Bədənimiz sadəcə vərdişlər əsasına hərəkət eləyən bir proyeksiyadır deyək.